tabii ki artık yeni 2025-ci ilin ilk həftəsində hoş gördük sizi, değerli bizi izleyen tamaşaçılarımız. Bəli, artıq 2024-cü ili geride bıraktıq. 2025-ci ildəyik və 2025-ci ildə nələr olacaq? Hansı hadisələr dövr edəcək? Biz bunu bilmək üçün təbii ki o ili yaşayaq. Mənim arzum budur ki, hər birimiz üçün bu il düşərli və uğurlu olsun. Və əlbəttə ki, sənət dünyasında da insanlar var ki, artıq 2025-ci ilə qədəm qoydular. Və onlar içərisində bizim çox sevdiyimiz və illərdir ekran qarşısında izləyib və onları nə olardı bir dəfə canlı görərdim dediyimiz canlı karifeylərimiz bugün mənim qonağımdılar və hər birini ürəkdən salamlayıram, xoş gəlib, səfa gətiriblər deyirəm. Bizim dəyərlimiz, sevimlimiz və hər biri özü özlüyündə mən sizə deyim ki bir məktəbdir. Həqiqətən də bir məktəbdir və yenidən görüşməyimə çox şadam, amma Təyyarə xanımla biz ilk dəfədir görüşəcəyik bu verilişdə. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bizim dəyərlilərimizdir və bugün verilişdə oturub, yəni bizə baxan tamaşaçılarımız da, o dövrü yaşayan insanlar da bu insanları çox gözəl tanıyırlar, çox gözəl sevirlər. Xalq artisti, Azərbaycanımızın və Dağıstanın xalq artisti Zaur Rzayev bizimlədir. Xoş gəlib, səfa gətirib. Əməkdar artistimiz Təyyarə xanım Vəlizadə buradadır və eyni zamanda da həm müğənni, həm aktrisa. En güzel insan, değerli bir insan Rəngiz xanım. Bizim değerlimiz, əməkdar artistimiz buradadır. Hər birinizi görməyimə çox şadam. Siz bizim üçün değerlisiniz. Sənətkarsınız, əvəz olunmazsınız və həqiqətən də baxın, çox vaxt Sovet dönemində belə bir söz var idi. Əslində sevmədiyim bir söz idi. Deyirlər ki, əvəz olunmaz insan yoxdur. Ola bilər, əvəz olunmaz insan yoxdur, amma təkrar olunmaz insanlar var. Bax, bu sənətkarlar təkrar olunmaz insanlardır, sənətkarlardır, həqiqətən də. Baxın, gəlin, indi bugün efir qarşısında əyləşib bizə baxan ən azı mən yaşda olan insanları deyirəm, ən azı mən yaşda olan insanlar çox gözəl bilirlər ki, bu insanlar sənətdə kim olublar, kimdirlər və hansı söz sahibidirlər və hansı qabiliyyət, bacarıq və istedada sahibdirlər. Mən sizi görməyimə çox şadam. Yenə də deyirəm, mənim üçün çox dəyərlisiniz, çox əzizsiniz. Çünki heç vaxt yatsam ağlıma gəlməzdi. Bir gün efir qarşısında oturub baxdığım insanlarla mən, bəli, bax, belə oturub baxırdım və valideynlərimizdən öyrənirdim. Deyirdilər ki, bu filan kəsdir, bu filan kəsdir. Təyyarə xanım, baxırdıq, deyirdi, atam Allah rəhmət eləsin önlərimizə, deyirdi ki, gözəl ifaçılardır, nə qədər gözəl mahnılar ifa edir. Mən onda balaca olanda heç vaxt ağlıma gəlməz ki, bir gün gələcək, mən sizlə canlı görüşəcəm. Mən bundan şərəf duyuram, valla, inanın ki, mənim üçün çox böyük bir şərəfdir. Sizin kimi sənətkarlarla bir səhnədə bərabər olmaq, mənim üçün inan ki, ən böyük fəxri adlardan da inanın ki, böyükdür. Yad bakışla kalbimizde. Gel ömrümün gül çiçeği, gel ala gözlüm. Susma danış koy yüzün gülsün. Gel ömrümün gül çiçeği, gel ala gözlüm. Susma danış koy yüzün gülsün. Bilmedim hiç sana oldu. Sözlerim çoktur. Diyecektim sensiz ömrümde sevinç yoktur. Sen olmasan hayatım boştur. Diyecektim sensiz ömrümde sevinç yoktur. Sen olmasan hayatım boştur. Yine kalbime yakışır. Sevgilimler ne yüzüm bakır. Yüreğim safsız dinlensin ben. Kesilsin ilahi bu yanlış. Yaysın sevgi dolu bakış. Elini yerilsin gönlümün gemi.
Bəsdir susdun, dindirməni. Gəl ömrün gül çiçəyi, sevirəm səni. Bəsdir susdun, dindirməni. Yenə qəlbimə yanışır, sevgilim mənə gözüm baxır. Mələyim insafsız dinləsin məni. Kəsilsin ilahi bu yanış, qayıtsın sevgi dolu baxış. Əlini vermişsin könlümün qəmi. Yenə qəlbimə yanışır, sevgilim mənə güzgün baxır. Mələyim insafsız dinləsin məni. Kəsilsin ilahi bu yanış, qayıtsın sevgi dolu baxış. Əlini ver bitsin könlümün qəmi. Əlini ver bitsin könlümün qəmi. Əlini ver ki bitsin kədər qəmi. Fərhan xanım, necəsiniz? Mikrofon yanınızdadır. Keyfiniz, Çox sağ əhvalınız olun. necədir? Xoş gününüzə gəlim. Çox sağ olun, əziz olun. Sevinə-sevinə gəlmişəm. Çünki sizin özünüzü də mən çox sevirəm. Allah var. Bir də ki, burada mənim ən çox sevdiyim necədir, sənətkarlardır. Zaur müəllimi mən çox sevirəm. Ruhəngiz xanımı da lap çox sevirəm. Nə gözəl, nə gözəl. Sizi də çox sevirəm. Allah var eləsin. Sevinmişəm, çox sevinə-sevinə. Yaxşı eləmişsiniz, əcəb eləmişsiniz. İnanın ki, Sağ olun və dəvətiniz həmişək üçün. kimi gözəlsiniz, həmişək kimi formadasınız, həmişəki kimi sevilənsiniz və inanıram ki, bilirsiniz, istedad Allahdan olanda illər keçsə də o insan sevilməkdə davam edəcək. Çünki o istedadı ona bəxş edən Allahdır. Və o istedadı ki, insana Allah bəxş edir, onu görməmək, hiss etməmək mümkün deyil. Çünki siz heç bir zaman, ayrı-ayrıqda heç bir zaman, bəzi indi burada istəmirəm ad çəkim, insanlar var ki, bu boyda səsi var, bu boyda istedadı var, amma adamın gözünə elə soxur özünü, öz haqqında elə danışır ki, mən belə, mən belə, mən belə, mən belə. Amma inanın ki, siz heç bir zaman efirlərdə, nə müsahibələrinizdə, nə söhbətlərinizdə heç vaxt deməmişsiniz ki, mən. Həmişə o not üzərində böyümüşük ki, bizim haqqımızda danışmalıdırlar. Biz özümüz danışmamalıyıq. Üzr istəyirəm, Rusların bir sözü var. Не говори о себе громко, пусть народ о себе тихо скажет. Yəni ki, özün haqqda bağırma, qoy xalq sənin haqqında astaca danışsın. Çox gözəl. Siz necəsiniz? Sağ olun, biz görüşmüşük dəfələrlə sizlə. Bəli, çox sağ olun. Əlhəmdülillah, yaxşıyıq. Allah bizləri qorusun. Allah xalqımızı, millətimizi, dövlətimizi, bayrağımızı qorusun. Hər zaman ölkəmizdə sülh bərqərar olsun, necə bərqərar olub. Və bugün əlbəttə mən də çox şadam ki, belə gözəl iki xanımla bir yerdə mənim uzun illər dostluq etdiyim, səhnə paylaşdığım, bir ucu Ukrayna, bir ucu Özbəkistan, bir ucu nə bilim, haralar qalmıyor, Rəhəngiz xanımla, Tərənə xanımla. Yəni biz olduqca mükəmməl devirdə yaşamışıq. İndi də ondan gözəl devirdə yaşayırıq. Amma o dövrün abi-havası tamamilə bəli, sənət abi-havası. O vaxt deyərdilər ki, falan kəs oxuyur, gəlin qulaq asaq. Bir şey oxuyun, qulaq asaq. İndi deyirlər ki, bir şey oxu, biz oynayaq. Mən bilirəm ki, Rəhəngiz xanım, siz həm müğənnisiniz, həm aktrisalıq qabiliyyəti. İlk başlayanda aktrisa. Valla, amma çox heyflənirəm ki, davam elətdirməmişsiniz bu. Yox, mən müğənniliyə daha çox mənim həvəsim olub, sevgim olub. Amma o, Məni dəvət eləyiblər. bilirəm, Məni demişdiniz. O çəkildiyim ərəfədə mən ailə qurmamışdım. Hə. Sonraki ailə qurdum. Bilirəm. Məni Allah'ımdan da olsun, məni çox dəvət edib. Çünki mənim üzüm o fotogeniçliğini deyirlər, ekrana düşən üzdür. Həm də deyirlər,
şərq surəti var səndə. Çox gözəl idi, çox Mən gözəl nə oldu. deyim qurban sən? Mən heç şey Üzünə deyirəm. elə belə baxmaq oldu. Bilirik. Biz indi maşallah görmüşük. Biz ya- Elə indi biz bir insanın yaşlı dövründə üzünə baxanda bilirsən ki, onun Can, gəncliyini. biz- İnsanın həyatı üzündə yazılır. Bəli. Özü də yaxşı xanımdı, yaxşı qız idi. Belə bilirsiniz, çox Rəna xanım mənə məlahətli, yaxşı çox tanıyır. mülayim, həssas. sənəti də var. Üstəlik də ki, gözəlliyi. Can. Da bunu kim Maşallah, çəkməz? maşallah. Biz Ona görə rahatdan çəkirdilər. canım çox sağ olun. Hər birimizə gözəl sözlər deyildi, gözəl xatirələr, kəlamlar. Mən bütün bu sizin sözlərinizə qoşuluram Azər. Mən də təşəkkür edirəm. Bəli. Əvvəla şükür bu günümüzə. Şükür. Min şükür. Bu ili Bəli. də biz qarşıladıq. Dəyərli sənətkarlarla bir yerdə. Neysə də xoş gəlmişik. Hoş gelmişsiniz. Hoş gelmişsiniz. Ayrı saldım özüm seni, yaraladı sözüm seni. Hey axtarır gözüm seni unuda bilmirəm. Yollar yalnız küçə sensiz, gündüz qəmli gecəm sensiz. Gözüm necə sensiz, seni unuda bilmirəm. Bahar edim sen bülbül, benim ayım gönlüm. Bir denizsin sen sahilim, seni unuda bilmem. Bahar edim sen bülbül, benim ayım gönlüm. Bir denizsin sen sahilim, seni unuda bilmem. Gelip bir gün yanaş mənə, hər dərdini danış mənə. Yad gəlir dost tanış mənə, səni unuda bilmirəm. Aylar illər ötüşsə də, gençlik məndən gendişsə də, saçlarıma döndüşsə də, səni unuda bilmirəm. Bahar edim sen bülbülüm, benim ayım gülüm. Bir denizim sen sahil,
bu mahnı musiqisi, sözlər. Bu mahnının musiqisi bizim gözəl bəstəkarımız İmruzə xanım Hüseynovanındır. Sözləri isə gözəl şairimiz Baba Vəziroğlu'ndur. Həqiqətən də bilirsiniz, özdə elə bir ruhda yazılıb ki, bilirsiniz, bir var ki, bu dövrün uyğun bir notlar hissədir. Bir də var ki, elə bir ki, bütün zamanları götürən bir musiqidir. Bəli, yeni yazdırdığımdır. Halbuki yeni yazılıb. Bəli, yeni yazdırmışam. Bir 3-4 aydır bunu yazdım. Ay Amma maşallah. görürsən səsində nə qədər gözəllik var. Nə gözəl, nə Yəni gözəl. dəyişilmir. O gözəllik, o ahəng, o rəng Çox sağ ol. öz səsindədir. İmruzə xanıma da Ona da Baba Vəziroğlu'na da təşəkkürlərimizi bildiririk. böyük həqiqətən. mədəniyyət var bu musiqidə. İnsanı Həqiqətən də. səfərbər Baxın, edir. mən siz bayaqdan İnsanı qulaq qaytarır asıram keçmişə, və qulaq asınca gözəldir. məni apardı keçmişə. Və deyirəm ki, burada müəllimlərə deyirəm ki, necə gözəl mahnılarımız var idi. O qədər məni apardı o dövrə ki, elə bil ki, həmin ruhdur, həmin düşüncədir, həmin səviyyədir, həmin zövqdür. Sən demə təzə bir mahnı Mən və başqa cür oxuya bilmirəm. super, yox, möhtəşəmsiniz və səsiniz də heç dəyişməyib. Çox O sağ ol. məlahətli qalıb və bax, indi tamaşaçılarımıza söyləmək istəyirəm ki, dəyərli dostlar, dəyərli tamaşaçılarımız, baxın, yeni yazılan bir ifadə görürsünüzmü? Bu mahnıda nə var? Bu mahnıda elə bir not, elə bir düşüncə, elə bir ruh var ki... Niskil var. Bəli, niskil var, hamısından çox. nostalji var, o hisslər var. Tərbiyə var. Tərbiyə var, çox səliqəli. İnsanı səfərbər Möhtəşəm, edir həqiqətən də, yaşamağa. Çox gözəl, həqiqətən. Şərait yaradır ki, yaşayın, yaradın, belə olun. Bəli, O ürək həvəsləndirir. musiqisi, ruh Stimul. musiqisi. Bəli. Stimul da var Sağ ol, Tərənnə xanım. Təşəkkürlərimizi Gözəl bildiririk, ifadə. çox sağ olun, Çox minnətdarıq. sağ olun bəyəndiyinizə görə, çox sağ olun. Yox, əstağfurullah, biz... Buradan bilirsiniz, salam söyləyək baba müəllimə İmruzə xanım. Bəli, hər ikisinə Sağ salamlarımız olsunlar, və var onların da olsunlar. yeni ili mübarək olsun deyirik. Yeni ildə Bəli, daha çox belə bax mahnılarımızın eşitmək istəyərik. Çox təəssüflər olsun ki, qulaqlarımız çox yadırğıyıb bu cür İnşallah. musiqilərə. Bilirsiniz, deyir ki, bir iş görən zaman ora ürəyini, qəlbini, düşüncəni qoymalısan. Mən də deyirəm ki, baxın, əvvəlki bəstəkarlar, əvvəlki yazarlar, əvvəlki şairlərin o yazdıqları şeirlər ona görə daha güclü, daha möhtəşəm olub ki, onların həyat tərzi də ona bərabər olub. Bugün cılız yaşayırıq və cılız yazırıq. Cılız düşünürük, cılız danışırıq. Cılız bəstəliyirik. Bundan irəli gəlir. Bəli, dərin yaşam, dərin düşüncələr ortaya gətirir, dərin mənalar ortaya gətirir, amma ucuz düşüncədə ucuz. Sadəcə bayaq müəllim gözəl söz dedi ki, o artıq ayaq musiqisi əmələ gəlib. Düşüncə yox, ayaqla rəqs eləmək daha çox. Və doğru söylədi ki, mahnıları axır vaxtlar insanlar deyir, oxu bir dənə oynayaq. İndi ritmə çox. Heç qulaq asmırlar. Əgər belə bir mahnı oxusan toyda şənlikdir, inan ki, sənə düşmən gözünə baxırlar. Özü çox qəribədir. Hamı da fonoqram oxur. Fonoqram olar, biz də oxuyuruq. Baxır şəraitə. Amma insanlar ünsiyyətdə olduğun halda çox qəribədir ki, biz insan olaraq onlara bir iraq tutmuruq ki, oğlu baxır, sən gəlmişsən burada, bugün mənim mədəni fəhləmsən. Yəni mən. Mədəni şəkildə qalıqda gəlmişsən, mənə fəhləçilik edirsən. 3-4 saat mənim üçün işləməlisən. Mən necə deyirəm, elə işlə. Amma əfsuslar olsun ki, ora gələn fonoqram oxuyan o 300-400 insana diktə edir. Öz qanunları. Öz qanunlarını yedizdirir və hamı da onu qəbul edir. Bax, faciə budur. Deyirlər, əsl sələtkar. Bilirsiniz, bunun da bilirsiniz, səbəbi var. Çünki indiki toy evləri elə qurulub ki, onlar necə deyərlər, akustikanı o qədər də necə yoxlamayıb belə ev qurublar. O məsəl var, где наши не пропадала, ruslar Hə, demişkən, artıq ona fikir verən... Görürsən ki, gözəldir, hər şey, interyer çox gözəldir, amma akustika pisdir. Amma əvvəllər akustika gözəl idi. Biz pıçıltı ilə də oxuyanda eşidilirdi. Tamaşaçı, inanın ki, o müğənni deyil ki, əgər o çəngəl bıçağı qoyub ona qulaq asmırlarsa toyda, deməli onun sənəti yoxdur. Bizdə belə idi. Bəli. Oyun havası başqadır. Çox təəssüf, bilirsiniz, hər dövrün tamaşaçısına uyğun elə bir ki, sənətçilər yaranmağa başlayır. Yox. Ya hər sənətçilərə görə mi bu... Tamaşaçının zövqünü biz formalaşdırırıq. Formalaşdırmalıyıq. Tamaşaçı gərək Artsın. onu qaldırasan musiqi səviyyəsinə, sənət səviyyəsinə. Sənət üçündür. Sənət
Dinleyin. kütlə üçün deyil. Bəli. Futurizm var, deyir sənət üçün. İskustvo для искусства, чисто искусство. Bəli. Sənət üçündür. Amma hazır biz necə deyərlər, yaratdığımız sənət əsəri onu artıq veririk, xalqa təhvil veririk. Tamamilə Amma doğru. yaradıcılıq məqamı o Düpbədüz. Tanrıya məxsusdur. Düpbədüz. Bizə bir də Tanrıya. Ona görə xalqın ayağının altına atmaq olmaz Bəli. sənəti. Tamamilə Xalqa doğru. gərək qaldırasın. Mən alqışlayıram bu fikirlərinizi. Möhtəşəmsiniz. Həqiqətən də mən də elə bu fikirlə, bu düşüncə ilə yaşayan, qazancı az olan sənət... Nəysə. Zahir müəllim, ifa rica edirik sizdən. Əlbəttə, mən də istəyirəm antikvar mahnılardan oxuyum. Əla olar. Keçmişə bir səyahət eləyək. Olar. Daha doğrusu xalqın nə qulağın, gözəl. ağzın dadı olan kimi qulağın dadı var. Bəli. Bir söz var, deyir ki, sənə qurban olum, qulağımın pası təmizləndi. Mən istəyirəm bu musiqidə xalqın bizi sevən, anlayan. İndi aydın məsələdir, əlbəttə ki, Azəraqşam, Zaur, Ruzayev hamı üçün yaxşı ola bilməz. Təbii. İnsan var ki, Allah canı sağlasın. Mən oxuyanda kanalı çevirir, o da onun O özü, zövqüdür. bəli, Deyirsən, seçilir. bala qızıl balıqdır, yedir, yox, mənə sülyotka ver. Sülyotka onun olsun, qızıl balıq bizim olsun. Ay ışıklı göğe yıldızlı yalaydı, kendimi bir amandır bu gece. Ay ışıklı göğe yıldızlı yalaydı, kendimi bir amandır bu gece. Ne bir yarpak ne bir çiçek solaydı, ne inciyim yardan güzel olaydı. Ne bir yarpak ne bir çiçek solaydı, ne inciyim yardan güzel olaydı. Her mühnete düzerem düzerem, sıla beni sınayar sınayar. Mehde çıksan vefasız vefasız, onda beni kınayar kınayar. Bizi bir gün ayrı yersen yağlar, benim eşkim esretinle dağlar. Günde 100 yol sana kurban olardım, korkuram ki deyeler çok ağlar. Günde 100 yol sana kurban olardım, korkuram ki deyeler çok ağlar. Her mühnete düzerem düzerem, sıla beni sınayar sınayar. Mehde çıksan vefasız vefasız, onda beni kınayar kınayar. Yar yolunda dumanlı bir çenleri, ellerinin harareti bendedir. Yar yolunda dumanlı bir çenleri, ellerinin harareti bendedir. Dünyanın bütün güzellerse, benim eşkim benim könlüm sendedir. Dünyanın bütün güzellerse, benim könlüm benim eşkim sendedir. Mühnete düzerem düzerem, sıla beni sınayar sınayar. Mehde çıksan vefasız vefasız, onda beni kınayar kınayar. Bizi bir gün ayrı görsen yağlar, sızlayır ay, 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 ehval olmay, ay.
çıksan vefasız onda beni günayar her mehnete dözerim sana beni sıraya ette çıksan vefasız onda beni günayar her mehnete dözerim sana beni sıraya ette çıksan vefasız onda beni günayar Teşekkürler, teşekkürler. Reklamlar bitti. Biz yeniden efirdəyik və təşəkkürlərimi bildirmək istəyirəm. Geyimə görə Bagimen Kişi Geyimləri mağazası Binə Ticarət Mərkəzində yerləşir. Buyurub, hörmətli bəylər, müraciət edə bilərlər. İfanı dinlədik. Gözəl bir ifa, həqiqətən də. Və inanın ki, baxın, mən %100 əminəm ki, biz bugün istəyərdik ki, daha çox az danışıb, daha çox ifalar dinləyək. Nəyə görə? Çünki sizin üçün doğrudan da darıxan tamaşaçılarımız var. İfalarınız üçün darıxan tamaşaçılarımız var. Və sözünüz var deyəsən, Tanrı xanım. Buyurun. Mənim sözüm Zaur bəy haqqındadır. Buyurun. Zaur bəy elə bir ifaçılardandır ki, elə bir sənətkardır ki, onun iki cür səsi var. Bu hamıya qismət olan deyil, hər bir sənətkara qismət olan. Həm gözəl muğam ustasıdır, həm də vokalçıdır. Özü çox gözəl vokalçıdır. Onun vokal əsərlərini eşitmişik, valla mən bayılmışım. O qədər gözəl oxuyub, o Sənsizi oxuyub, Sevgili Cananı oxuyub və s. və ilaxır. Eyni zamanda bu adam deməli muğamla gəlib sənətə, Dilbərimlə gəlib, Dilbərimlə gəlib. İnanın ki, o Dilbərimi oxuyanda, ondan sonra Sarı Bülbül oxuyanda biz qastrol səfərlərinə çox gedirdik. Zaur müəllim də bizi iləndir və gənclər idik biz. Şövkət xanım da bizi iləndir, bizə yol göstərirdi, kömək edirdi. İnanın ki, oxuyurdu Sarı Bülbülü. Muğam hissəsində biz küncə qısılırdıq kulisdə, ağlayırdıq qızlar. O qədər gözəl oxuyurdu ki bu. Gelbin ışığında yol gider, zülme çalır dağlar aşağı yorulmaz. Yollarını yürüse de dumanken, iki turna uçar boşa yorulmaz. Gülüşten bulutların selini, gelip tuttu dağların belini. Elini ver ömür dostum elini, elkeden ters yapışa yorulmaz. Gülüşten bulutların selini, gelip tuttu dağların belini. Elini ver ömür dostum elini, elkeden ters yapışa yorulmaz. Ağaç olsam budağında ben varam, budağ olsa yaprağında ben varam. Ağaç olsam budağında ben varam, budağ olsam yaprağında ben varam. Ben seninle yolculuğa doymam, seni kulağına şayon.
Taqətim yox buna tabım Əlini əlimdən üzmək əzabım Sonra bu əzaba düzmək əzabım Yoxsa da könlümün əzabları var Hicranım düz basmış yanaklarım var Mənim dərdlərimin hayatları var Harda olsa gəlib tapacaq məni Yıxıb yandıracaq qoyacaq məni Hicranım göz basmış yanakları var Mənim dərdlərimin əzabları var Harda olsa gəlib tapacaq məni Yıxıb yandıracaq qoyacaq məni Ağac olsam budağında mənim varam Budaq olsa yarpağında mənim varam Ağac olsam budağında mənim varam Budaq olsam yarpağında mənim varam Mən səninlə yolcumdan doymaram Seni buranmışam Mən səninlə yolcumdan doymaram Seni buranmışam Ağaç olsam budağında mənim varam Budaq olsa yarpağında mənim varam Ağac olsam budağında mənim varam Budaq olsam yarpağında mənim varam Mən səninlə yolcumda doymaram Seni bırakmışam Ben seninle yolcumda doymaram Seni bırakmışam Seni bırakmışam Seni bırakmışam Təşəkkürlər, təşəkkürlər. Hə, Bu mahnını çox ilk dəfədir eşidirəm ifanızda. Bəli, bu təzə mahnıdır. Mən düzül danışanım. Hə, bunu mütləq deməliyəm də mənim xanım. Bu mahnını bir 5 il bundan qabaq yazdırmışam. Əvvəla mahnının sözləri Musa Yaqubundur. Musiqisi Novruz Aslanındır. Bu mahnının Novruz müəllim mənə hədiyyə olaraq hazır, yəni Tam hazırlanmış verib. şəkildə. Çünki mən bir başqa mahnımı dinləmişim Nalə Mirmədizdən. Burada bir dənə zil yeri var da, fikir verdiniz də. Ki, sən necə oxumusan? Ona baxıb bu mahnını yəni belə ürəklə mənə təqdim elədi ki, bu da Burada bu zil yeri oxuya biləcək. Bəli, oxudum da. Mənim çox qəribədir ki, musiqi təhsilim bir 15 il var. Mədəni Maarif Texnikonun mən tarix, dirijarlı, notsa hamısını keçmişəm. Asəf Zeynallı'da Tərənə xanım Doranlıqları mən Hacıbaba Hüseynov və nəhayətdə Xan Şunski'dən muğam dərs almışam. Sonra bununla da kifayətlənmək var. Artıq çox məşhur idim, tanınırdım, ehtiyac yox idi. Amma özüm özlüyümdə dedim, yox. Mənə rəhmətli Rəşid Beypudov bir gün Heydər Əliyev sarayına qayıtdı. Sən belə gözəl səsin var, amma sən konservator savadı almalısan. Bu söz məni tutdu və Allah Süleyman Ələsgərova qənqən rəhmət eləsin. Vətənindir ramasın, ölkəm, bir də əskərin ariyasın. Mən konservatora qəbul oldum, yaxşı ki oldum, 5-inin də qutardım. Bir də Tərənə xanım demişkən, yəni
İndi bəziləri görsən deyir ki, təhsil lazımdır. Hər şey təhsilin üstündə Bəli. yığılır. Mütləq. Təhsil olmayandan sonra, Əlbəttə. sən o notları bilməyəndən sonra, mən burada bu ahəng eləyirəm, o forteni, piyanonu, onlar təhsil. Onda çoban sayağı olacaqsın. Yəni, hə, bu Vallahi həqiqət dağda elədir. çoban qəşəng oxuyur, amma ki çoban sayağı oxuyur. Bəli, bəli. Bəli. Gözəl. Sənətkar Yox, Çox təhsil gözəl. mütləqdir. Çox Təhsil vacibdir. elədir. Onun üçün Bəli. o mənim o musiqi təhsilim indi sənin adaşın Azərdə var. Maşallah. Yəni o hüquq akademiyasında Rusiyada oxuyurdum, amma gəldi ki, oxumaq istəyirəm və yaxud dedim, oğlum, ehtiyac yoxdur, sən Allah boyun, buxunun, gedib başqa şeylə məşğul olarsan. Dedi, o yox, mən ona qulaq asandan sonra məni heyrət götürdü, elə bir 50 yaşında insan oxuyur. Tez onu bir kursa qoy, neynəmə və mənə Kamal Kərimov deyirdi, mənim müəllimim. Deyirdi ki, sənin belə bir istedadın var, gəl operada oxudu. Dedim ki, opera mənə maaş verir, 250 manat maaşla mən ailə saxlaya bilərəm. Yəni, para qazanmaq lazım idi. Bəli, Amma bəli. şükürlər olsun ki, mənim eləyə bilmədiyimi Azər elədi. Mənim, yəni, o oralarında, burada tanınır, amma Avropada tanınmaq, Avropada sevilmək və yaxud bizdə görürsən ki, deyir ki, falan kəs dünya şöhrətlidir. Dünya şöhrətli yoxdur. Dünya şöhrətli onda olur ki, sən 3 ay, 4 ay, 5 ay qabaqdan sənin Bəli. kontraktların bağlanır, adva afişalar vurulur. Yaponiyada, Kitayda, Çində, nə bilim, Fransada falan da bu orada olur. Yəni bizim xalqımız doğrudan çox talantlı xalqdır. Olduqca yüksək mədəniyyət daşıyıcısıdır. Üzeyir bəydən tutmuş Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Müslüm Maqamayev, Rəşid Beypudov kimi dahi, bunlar Şövkət xanım kimi. Biz oradan hamımız bəhrəlmişik. Əslində Bu xanımlar çox- Rəşid Beypudovu görür, Bəli. o orkestrində Belə o- olur. Bu xanım göz açıb, musiqinin içərisində, savadın, elmin içərisində olur. Ona görə də oxumağında da tərbiyə var. Tərbiyə çox. Yəni o tərbiyəsiz musiqilər indi istəyir bu musiqiləri işğal eləsən, amma mümkün deyil. Qıyğı bir şoxda gizlətmək olmaz. Bir gün baş vurub çıxacaq. Yəni onlar Bakı küləyi kimi bu gün var, əsrlər səhər silinirlər. İndi oxuduğum mahnı 50 ildə, 60 ildə bunu Rəşid Beyfun dahilər, ham oxuyur. Ürəyindən keçən Amma deyir, mən onu mən də bunu özümə məxsus ki, mən bunu niyə oxumayım? Axı bu millətin malıdır. Nəyəm onu de mənim üçün. Nə artıqdır, nə əskik. Bu olmaz. Mən Azəri necə görürəm, elə də təqdim eləməliyəm. Rəngiz xanımı necə görürəm, elə də. Məsələn, mənə zəng olunub deyiləndə Təranə xanım olacaq olan, dedi, mən nə yaxşı. Soruşur, bir də görürsən ki, yanında elə adam otuzdururlar ki, ay kişi, bu axı mənim ampulamda deyil. Ona başqa adam lazımdır. Mənə də başqa adam lazımdır. O Qabilin sözü var idi, təklənir gözümüz, səhv düşəndə yerimiz. Yeri səhv düşən insanlarımız çoxdur. Onda belə deyirdi, onda da vardı. Təbii ki. Onda da yəni mən 18 yaşımda oxudum mahnı 2 ildən sonra fonda düşdü. O mahnı indiyə qədər dillər əzbəridir. İndiyə qədər sevilir. Yəni məni zaurluqdan çıxartdı, eləcə Zaurzayev o mahnı. Yəni o mahnı mənim çörəyim, Pasport. havam, suyum oldu, havam Şəxsiyyət oldu, vəsiqə, kimliyim oldu. sənətdə, bəli, kimliyim Yəni oldu. o devir gözəllik devriydi, sakitlik, insanlar. İndi içərisində bir neçəsi vardı. Bu da deyir, meşənin gözəlliyi ondadır ki, orada tülkü çaqqal Müxtəliflik, olmalıdır. bəli. Tülkü çaqqal olmadıysa nə meşədir? Hər insanın təfəkkürü, intellekti bir olmur. Hər insanın səviyyəsi bir deyil. İnsan gərək öz səviyyəsinin adamı ilə necə deyərlər, ünsiyyətli olsa daha gözəl olar, daha yaxşı olar. Bir də ki, Zaur müəllim də düz vurğuladı. O vaxt türk mahnıları yasaq idi. Bilirsiniz, biz oxuyurduq açıq konsertlərdə türk mahnıları. Amma o mahnıları ki biz yazdırırdıq, onu fonda keçirmirdilər. Təsəvvür eləyin ki, onu Kərküt mahnısı adı ilə biz çalışıb keçirdirdik. Kərküt də türkdür də, türkün bir qoludur. Türkmendir, Kərkütdür. Bəli, bəli, tamamilə. Amma Hamımız sırf türk elə, adı ilə hamımız icazə yox. türkük də, hamımız Bəli, doğru, necə tamam. türkün bir qollarıyıq. da belə. Tamamilə doğru. Yox, təbii ki, indi o dövrün özünə məxsus qaydaları var idi. Bəli, Və bugün biz şükürlər olsun deyirik ki, Azərbaycanımız müstəqil bir dövlətdir. Və Şükür. bu müstəqilliyi qoruyub saxlamalıyıq. Mən həmişə deyirəm ki, müstəqilliyi qoruyub saxlamaq üçün təbii ki, hərbidən, gücdən savayı da birinci növbədə fikir verəcəyimiz amil də mədəniyyətimizdir. Çünki biz harada Bəli. getsək, xalqı birinci tanıdan
onun mədəniyyətidir və hər zaman arzum olub, istəyim olub ki, Azərbaycan mədəniyyəti necə vaxtilə, baxın, deyirik ki, Cahangir Cahangirov, Tofiq Quliyev, bu adları çəkirik. Bu adlardan sonra bu cür insanları doğub boya başa çatıran bir xalqın ixtiyarı yoxdur ki, musiqini ucuzlaşdırsın, musiqini sadələşdirsin, aşağı səviyyə salsın. Bizim ona ixtiyarımız yoxdur. Çünki biz bunu pozub dağıtsaq, bəs bizdən sonra gələnlər itirə bilərik. Biz bu dəyərləri itirsək, bizdən sonra gələnlər hansı dəyərlərdən danışacaq öz nəvələrinə, nəyi ötürəcəklər? Bax, bu biraz həqiqətən təhlükədir və mən istəyirəm ki, hər bir mədəniyyət işçisi düşünsün ki, mənim fiziki qazancımdan daha çox mənəvi qazancım olmalıdır. Bəli. Biz daha çox mənəviyyata qulluq edən insanıq. Mədəniyyəti inkişaf etdirməliyik, özümüzü yox. Özümüzü də inkişaf etdiriksə, mədəniyyətə qulluq etmək üçün inkişaf etdirməliyik. Villalar, maşınlar, bağlar, bunlar üçün deyil təbii ki. Və siz elə bir insanlarsınız ki, valla mən keçmiş sənətkarların hər birinin həyatına belə baxanda deyirəm, baxın, bu sənətkarların qoyub getdiyi izə baxın. Görün, o sənətkarlardan hansı bir böyük bir malikanə qoydu getdi, hansı bir böyük bir var dövlət qoyub getdi. Heç bir. Onların var dövləti, onların xalqa, dövlətə, millətə olan doğru, dürüst, sağlam, tərbiyəli xidməti idi. Və o ilə də baxın, tarixə düşürsünüz və düz dedi müəllim, tarixdən heç bir zaman. Sabah məndən sonra gələn nəsilində, mənim oğlumun oğlu da gəlsə, sizin adınız, isminiz o tarixdə olacaq, qalacaq. Bu çox dəyərli bir şeydir həqiqətən. Sağ olun ki, bax, həyatınızı buna sərf etmişsiniz. Sağ olun ki, ömrünüzü buna sərf etmişsiniz. Çünki bu elə xalqa, dövlətə sadiqlik deməkdir. Milli mənəvi dəyərlərə sadiqlik deməkdir. Var olasınız və demişdik ki, çox danışmayacağım, amma danışıram. İfa rica edəcəyik. Gelin dağdan enesen Duvak tek yerlenesen Kurban olayım o güne Kardeş için gelesen, gelesen Elinde sofşa gel su dolu dolşa gel Kardeş
Reklamlar bitti. Biz yeniden efirdəyik. Mən bir daha dərin təşəkkürlərimi bildirən Bagimen Kişi Geyimləri mağazasına Binət Ticarət Mərkəzində yerləşir. İstənilən tədbirlərə geyim axtarsanız, hörmətli bəylər və kişilər, rahat şəkildə Binət Ticarət Mərkəzinə gedin və Bagimeni soruşun. İnanın ki, ora gedirsə geyimsiz çıxmayacaqsınız. Çünki zövlü, gözəl, səviyyəli geyimlərlə sizin yolunuzu gözləyirlər. Təşəkkürlər hər birinə. Və bax, oxuduğunuz mahnı ilə bağlı məlumatı verin bizə musiqisi, sözlər. Qardaşımın toyunda idi. Bir neçə il bundan əvvəl yazdırmışam. Musiqisi mərhum bəstəkarımız, gözəl bəstəkarımız demək olar ki, Nərman Məmmədovundur. Sözləri isə gözəl şairimiz Adil Babayevundur. Hər ikisinə Allah Taaladan rəhmət diləyirəm. Amin, amin. Biz də rəhmət diləyirik və həqiqətən çox, musiqi də çox həlim, ruhu oxşar, sözləri də çox gözəl və əsl belə deyək də, əsl bacıdan səslənəcək bir mahnıdır. Doğru. Bayram əhval-ruhiyyəli mahnı. Bəli. Həm də doğrudan da bacıdan səslənəcək bir mahnı yazılıb. Həqiqətən də Allah bacılarımıza can sağlığı versin. Mən həmişə demişəm də, deyirəm ki, bacılar qardaşları istədikləri qədər, qardaşlar bir də görsən bacıları istəyə bilmir. O sevgi olmur. Bacı sevgisi başqa bir sevgidir. Doğrudan da bu belədir. Qardaşın da sevgisi var, amma qardaşın sevgisi gizlin olur. Amma bacı istəyir ki, ürəyini versin. Bəli, tamam. Bütün bacılarımıza buradan salamlarımızı söyləyirik. Əllərini öpürük. Mən də hər iki bacıma buradan salamlarımı deyirəm. İkisi də məndən böyükdür. Biri 10 yaş, biri 4 yaş böyükdür. Amma daha çox bizə analıq edən, ikinci analıq edən Sevda bacımdır. Hə, Sevda bacımdır və Səidə bacım. Bayramınız mübarək olsun. Hər birinizin əllərini Bayramların mübarək. Və İfa. Zar müəllim, hazırıq mı? Bəli, bəli. İndi isə Böyük Nizami dahi Nizami deyir, eşq idi mehrabı uca göylərin. Eşsiz ey dünya nədir dəyər? Eşksiz ey dünya nədir dəyərin? İstəyirəm Üzeyir bəy Nizami fəlsəfi bir musiqi oxuyan Azərbaycan xalqının mənəviyyatıdır bu musiqi. Bu musiqi Azərbaycan xalqının pasportudur, Azərbaycanın özüdür, təbiyyətidir, varlığıdır. Deyərdim ki, elə bir ki, qız qalasıdır, içəri şəhərdir. Sesidir aşık-ı çünkü güzelin bu sesidir aşık-ı Olmuş
Mənə ver bu sələbindən, çünki gözəlim bu səsidir, aşıqə yesan, çünki gözəlim bu səsidir, aşıqə yesan. Sordim kökənin hardadır aldım bu cavabı. Tez sorma tapılmaz, ağlayaqdan da insan. Rəhməylə dedim gəl, rəhməylə dedim sən kimi göz yaşımı tökdün. Gəl qanım ilə oynanay, afəti devran, insaf nəyə, insaf nəyə, varsa söylər bu nizami, sənlə necə rəftar eyləsin, ey məhtəman, sənlə necə rəftar eyləsin, ey məhtəman. Sevgili Bravo, həqiqətən də. Bravo, doğrudan da bravo deyirik. Nə Görürsünüz yaxşı ki, bu şərqidə iki səs birləşib. Həm vokal, həm də muğam boğazları. İkisini də istifadə elədi. Çox üsulluca elədi bunu. Çox gözəl, çox gözəl. Allah Üzeyir bəyə rəhmət eləsin, dahi Allah Nizamiyə. Görün bu insanlar, onu öyrədirəm, Azərbaycan xalqı görünən boyda xalqdır. Bir dənə Üzeyir bəyin Uyucura əsəri bütöv Azərbaycan deməkdir. Bəli. Orada həm qələbə var, həm üzüntü var, həm mərdlik var, həm səfərbərlik var. Yəni bir Uyucura Doğru. həqiqi mənada bütün Azərbaycan musiqisinin başında durur. Bütün dünya musiqisinin içərisində özü bizim musiqi doğrudan Azərbaycan musiqisi bütün musiqilərdən seçilir. Bax, hər bir Azərbaycanlı hansı bir əsəri desən, götürüb oxuya bilir. İtalyan, Rus, nə edesən. Amma bizim belə mahnılar, elə bu əsərlər var. Bunları başqa xarici ölkələr oxuya bilmir. Çünki burada major var, minor var. Minordan majora keçirsən. Yox, gözəl, həqiqətən. Yəni, bax, bizim musiqinin böyüklüyü budur. Bəli, burada məktəb var. Üzeyir Burada bəy məktəb bəli, var. çox. Bilirsiniz, bu bayaq dediyimiz o tədrisdir, bu məktəbdir. Yəni artıq insan oxumağa başlayanda bilirsən ki, bunun bünövrəsində nə var? Hansı bünövrə üzərində dayanıb və ifa edir və bayaq Təhnə xanım da ifa edir. Mən bir nüansa fikir verdim. Bugün bir çox oxuyanlarda mən onu görə bilmirəm. Bir nüansa, mahnı bitəndən sonra Təhnə xanım bax belə elədi. Bax, inanın ki, bugün bu mədəniyyət itib çox müğənnilərdə yoxdur ki, o tamaşaçıya təşəkkür, minnətdarlıq, möhtəşəm. Qızıl kimi vaxtlarını mənə sərf elədilər. Doğrudan, Necə mən valla, onlara- bravo, həqiqətən də. Hər biriniz bir məktəbsiz, hər biriniz bir məktəbsiz, bir örnəksiz.
gelin İnancdır saçarsan ucuna değme Başını uca tut düşmene eğme Sen bir Türk kızısan yat don giyme Sen ah bizimsen Aysar gelin Sen ah benimsen Aysar gelin Avazının ahengini pozdular Sözlerini başka sandı yozdular Azmış gibi adlarına yazdılar Sen ah bizimsen Aysar gelin Karabağın paralına bacısan Muhallan sizler bahını payısan Milletimin yüreğisən, canısan Sen ah benimsin Aysar gelin Sen ah bizimsin Aysar gelin Gelinler içinde ezelsen başsan Tarihsen, sedasan, izsen, yaddaşsan Halkın mücrüsünde kıymetli qarsan Sen ah benimsen Aysar gelin Esirler ötse de bizimsen bizim Düşmən sanmasın ki katlandı bizim Torpaqda, mahnıda hamısı bizim Sen ah bizimsen Aysar gelin Sen ah benimsen Aysar gelin Avazının ahengini pozdular Sözlerini başka semte yazdılar Azmış kimi adlarına yazdılar Sen ah bizimsin Aysar gelin Azerbaycan varalına bacısan Muhaldan sizler bahını payısan Milletimin yüreğisən, canısan Sen ah bizimsin Aysar gelin Sen ah bizimsin Aysar gelin Sen ah bizimsin Aysar gelin Ne yaxşı bizimsin Aysar gelin Güzel. Bu mahnının musiqisi güzel bəstəkarımız, gözəl insan Novruz Aslanındır. Sözləri isə gözəl şairəmiz Gülnar Şeyinindir. Çox möhtəşəm. Hər ikisinə salamlığımı göndərirəm. Hər ikisini sevirik. Hər Sağ ikisinə. olsunlar. Valla çox gözəl bir iş görmüsünüz. Həqiqətən də Sağ çox olunlar. gözəl bir iş görmüsünüz və Bu əsərdir, bu mahnı deyil. Bəli, əsərdir, Əsər. bəli. Bəli, bu möhtəşəm bir işdir. Yəni və bu mahnını Sarı qulaq Gəlin asın. mahnısına bu nəzirədir. Çox gözəl. Gülnar, Çox gözəl. Əla. Təşəkkürlər. Hətta qulaq asa fikirləşdirdim, deyirdim ki, nə yaxşı ki o torpaqlarımız azad edilib. Əlbəttə. Nə gözəl, həqiqətən də. Əlbəttə. Rəngiz xanım, sizin ifanızda çəkək. Mən əvvəldən də qeyd edim. Mən istəyirəm Eldar Mansurovdan gözəl bir mahnı. Niyə unutdun? Məhz mənim üçün bəstələnib.
Ben sana ömrümü pay verdim gülüm. Sen beni mahvettin, beni aldattın. Karanlık gecene ay verdim gülüm. Sen beni yadların sözüne sattın. Sen geldin uçuştun kelli günlerim. Ayrıldı mahvoldu kelli günlerim. Yuhuya benzedi senli günlerim. Güneşte parlayıp ay kimi battım. Seninle gül açıp senle solanım. Hicrində gözlər yaşla dolanır. Ömründə bir dəfə aşık olanır. Bəs niyə unuttun əsniyatı? Səninlə gül açıb sənlə solanır. Hicrində gözlərim yaşla dolanır. Ömründə bir dəfə aşık olanır. Bəs niyə unuttun əsniyatı? Hatirən buluttu məni sədaqat. Nə qədər diriyəm, nə qədər sağam. Həmişə səninlə yaşayacağım. Sən eşqi sevdanı qanıma qattın. Eşq adlı oyuna uçsam da mənim. Bu fani dünyaya satsan da beni. Sen bugün unutup atsan da beni. Ebedi eşk olup kalbinde yattım. Seninle gül açıp senle solanım. Hicrində gözleri yaşla dolanır. Ömrümdə bir dəfə aşık olanım. Bəs niyə unuttun, bəs niyə attın? Səninlə gül açıb, sənlə solanım. Hicrində gözləri yaşla dolanır. Ömrümdə bir dəfə aşık olanım. Bəs niyə unuttun, bəs niyə attın? Seninle gün açıp senle solanım. Hicrində gözleri yaşla dolanır. Ömrümdə bir dəfə aşık olanım. Bəs niyə unuttun, bəs niyə attın? Seninle gün açıp senle solanım. Hicrində gözləri yaşla dolanır. Ömründə bir dəfə aşık olanım. Bəs niyə unuttun, bəs niyə attın? Bəs niyə unuttun, bəs niyə attın? Bəs niyə unuttun, bəs niyə attın?
Beləliklə bugünkü verilişimiz sona çatdı değerli dostlar. Artıq 2025-ci ildəyik. Hər birinizə bir daha uğurlar Azərbaycan xalqımıza, millətimizə sülh, əmin-amanlıq arzu edirik və bugün bax bu sənətkarları efirə dəvət etməyimizdə məqsədimiz o idi ki, onlar bizim üçün çox dəyərlidirlər və çox əzizdirlər. Onlar hər biri bir məktəbdir, onlar hər biri bir örnəkdir və hər birindən nəsə öyrənmək və nəyisə inkişaf etdirmək olar özümüzdə. Mən bunu məndən sonra gələn nəsillərə də, özümə də şamil edirəm. Gəlin, yaxşılardan öyrənək ki, sonra o yaxşını bizdən sonra olan nəsilə də doğru düzgün ötürə bilək. Çox sağ olun, minnətdaram. Hər birinizə təşəkkürümü bildirirəm. Var olasınız, Allah ömür versin, Allah can sağlığı versin. Siz hər zaman Azərbaycan xalqına lazım olan sənətkarlarsınız. Hər zaman həm nəfəsinizlə lazımsınız, həm adınızla lazımsınız, həm şəxsiyyətinizlə. Minnətdaram. Mən sizə sağollaşıram, sabah görüşmək ümidi ilə hələlik. Sen Habibin bu akşam alıştın sözünden ben. Benim kızıl gün alıp utanıp sözünden. Şirin sen, bir gün yer için tek uçup gittin gözümden. Məni sübə tek sesler bağlara, yollara. Lay 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 dilay lay. Lay 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 dilay lay. Ben seni yola salıp bu akşam, bu gecenin yeşinden hediye almışam. Bir gün yakın tek uçup gittin gözümden.